Qulp Maqazin kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Ləman canlı yayım zamanı Baboşla birləşərək ona verilən cəzanı yerinə yetirməyib. Onların bu addımı yarış zamanı diqqət çəkən məqamlardan birinə çevrilib. Həmin görüntüləri təqdim edirik. Ondakı sözümüzü deyəcəyik. Amma dörtlük çox reyting. Baboş, bir dənə sənə sual verim. Hansımızın pis günündə yanında olmamışam? Hamımızın olmuşsan. Onun da sənin də. Dilində olsa ürəyin təmizdir. Mən görsən tanımıyorum. O bilir ki, cəmaət indi mənə bəxtəvərçilik oxuyurdu. Amma siz mənim ismimi bilirsiniz də. Evimin için bir şey. Mən ona o gün telefonda nə dedim? Sako, mənə problem yaranır. Bəzi insanlar inanır sənin dediyin söz. Deyirlər, bunda pullardandır. Mən özümü attırsam, məncə burada tutaram. Ləmanı səhərə qədər yatmır. 70% verərəm TikToka. Sən o sözdən sonra durub yenə o sözü işlədirsən ki, mənə problem yaransın. Sən mənə problem yaratmaq istəyirsən də, deməli. Sən məqsəd, çünki mən sənə bunu telefonda demişəm, mənə problem yaranır. Sən yenə də deyirsən o sözü. Və məni özündən əksik görür. Yəni bizə hədiyyə gələ bilər, sənə gələ bilməz. Sən özünü özünə atdırırsan. Qoşul, xeyr. Qoşul. Konferansda yığar. Mən alçatmadım. Dedim ki, sən kimsən ki, məndən səsini tonun qaldıra-qaldıra danışırsan. Bu mənim xasiyyətimdir, bu sizdə də var. Mənlə heç kəs səsini tonun qaldıra-qaldıra danışa bilməz. Anam belə. O kimdir ki, mən səs tonunu qaldırır? Uşağı zadıyam mən onun. Ay Sumqayıt, cəza hayındasan. Deyən erişən də gəlib mənim dostum. Millətin içində mənim üstümə niyə qışqırmalıdır? Erişən getdi ya. O barədə heç kimdir. Mən nə yiyəm, nə atamdır. Mənim heç... Qaqa, mən bax, bir dənə. Dilim qoyub, susub oturmuşam. Onlar dalaşdı, Sako söz atdı. Mən nə var qaqa, görsə Sakoma da söz atdı, mən susub otururam. Mən də onu blok atmışam. Sako blokumda deyən qoşmaq olmuş. O mən də ona atmışam. Tema ilə də bir-birimizi takip eləmirik. Kimi çağırırsın, nəyimə lazım sizdə? Maraqlı deyil. Kimi də qoşsa getməyəcək. Özü bilər, nəyimizə lazım, ay baboş, özü bilər. Subayın Sultanlı, xoş gəlmişsin, qardaşım. Nətərsən? Özü bilər, bu qədər. Tema gələndən baboşu da acılır, mənə də. Bir dənə temadan xoş danışır. Qorxur elə bil. Mən heç kimin paxılını çəkmirəm, nə yazır. Heç kimin. Paxıl insan Allah vermir. Allah'a şükür. Kimdən nə yemək istəyir ki, kimsən paxılını çəkəm. Dən görün, deyilər məndən danış, dən görün. Sağlıq olsun. Bunun effekti bir gün, bir həftə, 2 həftəyə verməyəcək. 2 aydan sonra siz məni hiss edəcəksiniz ki, həqiqətən sağlıq lazım. Vəfasız insandır, vallahi bu dost deyil. 2 aydan sonra. İndi biraz gündəm, dava, xaossa, 4-də ayrıldı elədi. O biri 4-də də yenə həmin epizod olmuşdu, sizdə idi. Söz vermişdim. Yazıq. Anavın qəbrinə and düşdün. Dedim, söyüşlərə söylürdün, qaçdın yazın. Ləman yoxsa mən də yoxam. And içmişdin sən. Para yoldaşım, yaxşı işdir valla. Gör nə qədər... Gözünü al, sözünü de. Baboş, bir dəqiqə, gör nə qədər düşüydü ki bu. Bu 4-dünü qatır baboşu. Bax, götürür, gedir köhnə söhbətlərə. Köhnə söhbətlərə. Ləman yoxsa mən də yoxam. Köhnə davaları niyə qatışdırırsan ki? Söhbət bu davadan, bu 4-düdən gedir. Sən niyə malı-mala qatırsan ki? Görsə başı çatmır. Bir insan başı işləmir, qardaş. Çox mənasız sözlər danışır. Orada düzdür, mənasız sizə söz yalnız əyləncə xarakterli. Ay qardaş, mən para yoldaşım, yoxam.
Olmadı da başqa da. Olmur, olmayanda olmur. Bu 4000 içində paxıllıq varsa həmişə də belə olur. Paxılın elə ən böyüyü Özünə sənsən. deyirəm onu. Biz niyə baxırıq? Paxıl sənsən, başqa kəs deyil. Dəstəkçinin adını çəkirik. Saat 12-də Allaha şükür biz dəstəkçini görüb qaçmırıq, cəzalarımızı da ürəklə eləmişik, bunu insanlar da görüb. Sən kimi bəhanə eləyib deməmişik, mən prinsip atır, mən zibil vedrəsini atmayın. Bizə atılan hədiyyələri şükür divara vurmamışıq. Sənə görə dəstəkçilərlə döyüşmüşük. Sənsən o paxıl, biz yox. Ya WhatsApp-da yazmısan ki, mən abişnikdir, sonradan maraqlanmışam, nə abişnikdir. Sağ ol. Bəhanə eləmişsən ki, zibil vedrəsini eləməyəsən. Hə, Sən qaçırsan cəzalardan, biz yox. Sənsən. Neçə dəfə cəzalardan qaçıb eləməyən. Paxıllığa qalanda o Yalandan paxıl orada sənin. bizə dəstək gəldi, dedi dünya, Ləmana dəstək gəldi, dedi dünya atdırır. Dünyanın padurkası cəzanı eləmədi zibilliyi. Hə. Yo, bizə niyə paxıl deyirsən ki? Biz niyə paxıl oluruq? Niyə paxıl? Nə paxıllığına? Hansı dəstəkçinə söz atmışıq? Askirin ha, bəzi 72 yazanlar. O tərəfdən gəldilər, başladı. Elə ara Qoşma da, baboş. Niyə cavab versin? Cavab vermir, boş ver. Elə siz də ara qızışdırırsınız. Sizin torunuza düşməyəcəyik. Boş verin, neyse. Asiye çok sağ olun. Zenit çok sağ ol, var ol. Allah razı olsun senden de. Ləman, sən də otur bir dənə elə belə düşünərsən canlıdan sonra. Hayır, Düşünmədim təcrübə ki, baboş. Nəyimi düşünəcəm? Ben içine danışma. Bu saatın bəziləri də ara qatır ha. Oradan oraya gedir, oradan ora. Qızışdırır. Zaten ara qatmağına ehtiyac yoxdur. Sən o bizlə dost olsaydı 2 gündən sonra başqasını tapıb gətirməzdi. Başa düşdün? O uje 4-dəyə başqasını gətirməyi orada planlaşdırır. Mənə lazım deyil. Özləri bilə getsinlər, canları sağ olsun. Всё. O burada nə onu söylədim, nə təqrir eləmədim. 4-dədən çıxdım bu qədər. Odur aləmi qatıb bir-birinin ağzına gələni danışan, biz yox. Mən heç nə demirəm. Paxıl amma bizə deməyə haqqı yoxdur. İnsan gələk dalaşanda da elə dalaşsın ki, üz qoysun. O sənin dostun olsaydı, səndən dalaşan kimi gedib başqalarını gətirməyə fikirləşməzdi. Mənim düşüncəmdir. Dörtlüyə adam tapdı. Lap yaxşı, tapdı. Deməli vəfasızdır da. Tapsın da özürləri. Tapsın. 8 dənə gül uşaqlar. Biz də özümüz üçün dörtlü qurarıq. Sizsiz dayı o dörtlüyü maraqsız olur. Əlbəttə ki, maraqsız olacaq. Biz də özümüz üçün dörtlü qıraq baboş. Zaten dörtlü bizdən ibarət idi. Bunu dansalar da, danmasalar da dörtlü bizdən Onun ibarət. özü də dedi ki, bax. Bir bunu qəbul eləsinlər, siz qəbul eləməz. O dörtlü bizdən ibarət. Ləman, onun özü də dedi ki, bax o günü. Bax, baboş çıxsa maraqsız olacaq, Ləman çıxsa maraqsız olacaq, mən çıxsam maraqsız olacaq. Başqa dörtlü qurruya qoqursun, İmam Haqqı baxılmayacaq elə. Bəli. Biz onu deyirik, amma o bizi demir, o bizi saymır. Özü də görəcək. Yalan demirlər, buradan baxırdım mən. Heç kəs də yalan demir. O çıxan kimi başqa dörtlü qırmağı düşündüsə, o dost deyil. Mən uşaq deyiləm, buradan baxırdım. Belə sağlıqlı görüm. Kimsə mənə belə pis çıxmasın. 2 dəqiqəyə unudursa, mən 5 dəqiqəyə, belə bir saniyənin içində unuduram. Məndə kakoy privet, takoy atvetdi. Onu götür aparat. Çox oturdum. Niyə qurmuruq ki? Onlar dörtlü qursa biz də qurarıq. Bu birisine bak. Biz də qurarıq dörtlü. Neyse boş ver. Bağla sohbet. Gəl buradan. Neyse tamam. Yox, o mənə çox alçaldır axır vaxtlar. Mən daha ucu dözə bilmirəm onun hərəkətlərinə. Getsin görək hansı qızla mən kimi danışacaq. Başqa yayımçı gətirsin, görüm onunla o tonda danışa bilər. Ağzını belə tutar, baba bir də belə bir dəfiyə. Gedər qəşəng bu boyda. Faxstır yazar, qoyar ora. Baba bunun elə şalvarını da çıxardar əynindən, koftasını da lüt qoyar ortalıqda. Getsin mənlə danışdıqlarını başqasıyla danışsın. Görüm duxu çatacaq. Bir dənə baxaq da, görüm duxu çatacaq.
Çox maraqlıdır prosta.